9-cu sualın izahına baxaq. Verilmiş cümlələrlə bağlı cədvəldəki yanlış fikirləri müəyyən edin. 3 cümlə verilib bizə. O elə səhər-axşam kürün qırağında dayanıb, nəsə pıçıldayır. Birincidə qeyd olunub, ismi əvəz edən əvəzliklərin məna növü fərqlidir. Burada ismi əvəz edən 2 əvəzliyimiz işlənib. O, şəxs əvəzliyi, nəsə qeyri-müəyyən əvəzlik. Bəli, məna növləri fərqlidir, doğru fikirdir. 2. İşarə və şəxs əvəzliyi quruluşca eyni növdədir. Bizi elə ilə çaşdırmaq istəyir. Burada elə ədatdır. Bilirik ki, dəqiqləşdirici ədatlarımızdan biri elədir. 2. Ona görə yanlış fikirdir. Lalə bütün bunları bilsə də, hey danışır, bəlkə də bizə təskinlik vermək üçün deyirdi. 3-də qeyd olunub, işarə əvəzliklərindən biri ismi, digəri sifəti əvəz etmişdir. Buradan görünür ki, demək istəyir ki, 2 dənə işarə əvəzliyi işlənib. Xeyr, burada bir dənə bunları əvəzliyi işarə əvəzliyidir. Bütün təyin əvəzlik, bizə isə şəxs əvəzliyidir. 3 yanlış fikirdir. Qrammatik şəkilçi qəbul etmiş əvəzliklərin məna növü fərqlidir. Bunları qrammatik şəkilçi qəbul edib işarə əvəzliyi, bizə yönlük hal şəkilçisi qəbul etmiş şəxs əvəzliyi. Bəli, bu doğru fikirdir. Həm qrammatik şəkilçisi var, həm də fərqli məna növündədir. Açsan, ev eşik sənin bu qoca, əldən düşmüş vaxtında nəyinə gərəkdir? 5-də qeyd olunub, əvəzliklərin hər biri müxtəlif məna növündədir. Bu, işarə əvəzliyi, sən, şəxs əvəzliyi, nəyinə, sual əvəzliyi. Bəli, hər biri müxtəlif məna növündədir, doğru fikirdir. 6. Şəkilçi ilə işlənmiş əvəzliklərin quruluşca növü fərqlidir. Baxaq, sənin şəkilçi ilə işlənib, quruluşca sadədir. Nəyinə şəkilçi ilə işlənib, bu da quruluşca sadədir. Çünki hər birinin üzərindəki qrammatik şəkilçidir. Şəkilçi ilə işlənmiş əvəzliklərin quruluşca növü fərqlidir dediyinə görə yanlış fikirdir. Deməli, cavabımız oldu 2, 3, 6. A bəndi.